Dostlar, görülməmiş bir şeydir. Mən 8 ildir İspaniyadayam, belə şey görməmişəm. Bütün elektriklər kəsilib. Bütün gördüğünüz kimi svetofor işləmir, hər kəs gözləyir. Görürsünüz, yanğın söndürən maşını İspaniyada, Portugaliyada, Fransada işıq yoxdur, işıq kəsilib, heç bir şey işləmir dostlar. Gördüğünüz kimi yolda qalıb tren. Baxın, belə şey görülməyib həyatda. Mən ən az gördüyüm şeylərdən biri. 3 ölkədə işıq yoxdur dostlar. Baxın, baxın. Yolu baxın belə verirlər. Avtobus arxaya keçir, svetofor gözləyir. Aləm qarışıb bir-birinə. Baxın, baxın. Baxın, görün harada qalıb tren. Yolun ortasını kəsib. Belə şey görülməyib dostlar. Azərbaycana salamlar. İspaniyadan. İndi təsəvvür edin ki, metroda qalanlar var. Metro işləmir. Hospitallar, xəstəxanalarda işıq yoxdur, elektrik yoxdur və Allah göstərməsin, pis hadisələr ola bilər, ölənlər ola bilər, atak keçirənlər ola bilər. Baxın, 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 yol verirlər millətə, baxın. Bu metronun qabağıdır. San Bernardo metrosu. Baxın, baxın bu sağ tərəfdən yol bağlanıb və maşınlar sağ tərəfdən gedir. Baxın, qalıb yolda və qapısı açıq vəziyyətdə. Bu burada olmamalıdır. Bunun yeri o biri tərəf olmalı. İşıq olmadığı üçün işləmir və belə şey görülməmiş hadisədir. Baxın, maşınlar yolda yol verir. Polislər hamısı əl-ayağa düşüb. Bütün ölkə əl-ayağa düşüb. Baxın belə. Gördüyünüz kimi dostlar, bu vəziyyət hələ belə şey olmamışdı. Göstərməsin. O müharibədə olanda olur, elektrik, bütün hər şey kəsilir, heç kimlə danışa bilmirsən. Heç kimə yığa bilmirik. Bəlkə ailəmiz nigaran qala bilər. İnşallah tez vaxtı bu problem bitsin. İspaniyanın Sevilla şəhəri hardasa 1 saat olar bu vəziyyət var və deyirlər davam edəcək. Portuqaliya və İspaniya və Fransada isə bu 3 ölkədə işıq kəsilib, heç bir yerdə işıq yoxdur. Allah köməyimiz olsun. Öpürəm, salamlar.